Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi bol kalorili, üstü xırçıltılı, içi yumşaq olan böyrək hazırlayacağam. Bunu necə hazırlayıram? Buyurun, izləyin. Gördüyünüz kimi həyətdən göy yığmışam. Düşündüm ki, bundan nə hazırlayım? Qərara gəldim ki, bundan böyrək hazırlayım. Çox dadlı, ləzzətli bir böyrək alındı. Bunun üçün bizə nə lazımdır? 3 ədəd yumurta, 1 stəkan süd, yarım stəkan duru yağ, 1 paçka kəsmik almışam. Düzdür, kəsmikin yarısını istifadə edəcəm bu reseptdə və 1 paçka lavaş. Gördüyünüz kimi yumurtanı qırdım və yağla qarışdırıram. Üzərinə südü də əlavə edirəm. Videomuzun alt bölümündə yazacağım ərzaqlarımızı. Dediyim kimi kəsmikin yarısını əlavə edəcəm. Və bunu da yaxşı-yaxşı qarışdırıram. Bildiyimiz kimi hal-hazırda göyərtinin bol vaxtıdır. Bunu hər kəs edə bilər. Həm bol kalorilidir, həm doyumlu bir yeməkdir. Mən göyərti çox yığdığım üçün 2 cürə yemək hazırlayacağam. Birincisi budur, 3 dəstə göyərti gedəcək buna. Mən kişniş, şüd, soğandan istifadə etdim. Siz istədiyiniz göyərtidən istifadə edə bilərsiniz. Bu zövqə bağlıdır. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Dediyim kimi göyərtini çox yığmışam, amma bura 3 dəstəsini istifadə edəcəm. Çünki reseptdə budur. 3 dəstə göyərti gedir. Üzərinə duz istiot əlavə etdim. Artıq içliyimiz hazırdır. Bunu qarışdırıram. Və hazır aldığım lavaşı da doğrayıram. Erişte formasında doğrayacağım bunu. Dediyim kimi asan, həm tez, inanın ki, çox dadlı bir yemək alınır. Erişte formasında hamısını doğradım və qazanımıza yağ əlavə etdim. Doğradığım lavaşı yağın üzərinə əlavə edəcəm. Və lavaşın üzərinə də içliyimizdən əlavə edəcəm. Üç qat edirəm bunu. Bu sonuncu qatıdır. Bunu da yenə üzərinə içli və bunun da üzərinə lavaş əlavə edirəm. Qapağını bağlayıram. Gördüyünüz kimi bişib. Bunu çevirirəm. Üstü xırçıltılı, içi yumşaq. Artıq böyrəyimiz bişdi. Bunu qaba əlavə edirəm. Gördüyünüz kimi möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu.
Bunu kəsib sizlər üçün göstərirəm içərisini. Yumşaq düşüb və qalan göyərtimizin üzərinə kəsmiyi əlavə edirəm. Kəsmikin yarısı qalmışdı. Bunu da bir başqa cürə yemək hazırlayım dedim. Lavaş da qalmışkən bundan da dürüm hazırladım. Bir göyərtidən 2 cürə yemək hazırladım. Lavaşı da belə bu formada 2 yerə bölürəm. Lavaşın qızarmış tərəfini içərisində qoyuram, iç yüzündə qoyuram. Ağ tərəfini isə çöl tərəfinə qoyuram ki, onsuz da bunu qızardacağam. Gördüyünüz kimi göyü əlavə etdim lavaşın üzərinə və dürmək formasında bükdüm. Hamısını eyni qayda ilə edirəm. İnanın ki, bunu bişirib qutarana qədər börək qutardı, bitdi. Çox dadlı olduğu üçün qalmadı ki, ikisini bir arada çəkim. Keçirik bunu qızartmağa. Tavamıza yağ əlavə etmişəm və dürməkləri də bu formada içərisinə düzürəm. Hər iki tərəfini yaxşı-yaxşı qızardıram. Dediyim kimi hər iki üzün tərəfini qızartdım və qabımıza yığıram. Bu da bizim göyərtidən hazırladığımız ikinci yeməyimiz, dürməyimiz hazır oldu. Gördüyünüz kimi bunun da görüntüsü möhtəşəm, dadı möhtəşəm oldu. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.